Xanımlar və cənablar, Vuga Travel kanalına xoş gəlmisiniz. Səyahətimiz Moskvadan Tver vilayətində yerləşən Torjok şəhərinədir. Moskvadan Torjok şəhərinə birbaşa getmək mümkün olmadığı üçün əvvəlcə Tver şəhərinə gedəcəyik. Torjok şəhəri Moskvadan təxminən 240 kilometr məsafədə yerləşir. Tver vilayəti Rusiyanın Avropa hissəsində Moskva ilə Sankt-Peterburq arasında yerləşir. Vilayətin tərkibində 23 şəhər var. İnzibati mərkəz Tver şəhəridir. Tver həm də vilayətin ən böyük şəhəridir və Volqa çayının sahilində yerləşir. Tver şəhərində təxminən 413 min insan yaşayır. Tver vilayətində ümumilikdə təxminən 1 milyon 190 min insan yaşayır. Maraqlı bir məlumat budur ki, Avropanın ən uzun çayı olan Volqanın mənbəyi məhz Tver vilayətində yerləşir. Volqa Valday yüksəkliyində Volqaverxniya kəndinin yaxınlığından başlayır. Tverdən Torjoka təxminən 63 kilometrdir və artıq çatdıq Torjoka. İndi isə şəhəri gəzməyə başlayaq və görək Torjokda hansı maraqlı yerlər var. Torjokda bizi ilk qarşılayan maraqlı məkanlardan biri Pojarskilərin məşhur mehmanxanasıdır. Bu mehmanxana 18-ci əsrin sonralarından tanındı və Moskva ilə Sankt-Peterburqu birləşdirən tarixi yolun üzərində yerləşirdi. Burada vaxtilə məşhur insanlar, o cümlədən Aleksandr Pushkin qalıb. Məhz bu mehmanxana Torjokun məşhur Pojarski kotletləri ilə tanınmasına böyük rol oynayıb. Bu gün isə bina muzey kimi fəaliyyət göstərir. Burada Pushkinə həsr olunmuş maraqlı kuklalar da var. Həm Pushkinin özü, həm də onun əsərlərindəki məşhur obrazlar canlandırılıb. Sərginin maraqlı tərəfi budur ki, Pushkinin yaradıcılığı kuklalar vasitəsilə fərqli formada təqdim olunur. Muzeyin daxilində kiçik bir kafe də var. Muzeydən çıxaraq şəhər mərkəzinə doğru gedirik. Torjok şəhərində təxminən 40 minə yaxın insan yaşayır. Şəhərin tarixi çox qədimdir və ilk dəfə 1139-cu ildə yazılı mənbələrdə qeyd olunub. Torjok qədim ticarət yollarının üzərində yerləşdiyi üçün tarixən mühüm şəhərlərdən biri olub. Tvertsa çayı da şəhərin tarixi və görünüşündə xüsusi yer tutur. Tvertsa çayının uzunluğu təxminən 188 kilometrdir. Çay Tver vilayətində başlayır və Tver şəhərində Volqa çayına tökülür. Çayda durna balığı, sudak, çapaq və başqa şirin su balıqları yaşayır. Sahillərdə isə müxtəlif su quşları və heyvanlara rast gəlmək mümkündür. Torjokdan keçən bu çay şəhərin mənzərəsinə xüsusi gözəllik verir. Torjok şəhərinin ən məşhur xüsusiyyətlərindən biri qızıl tikmə sənətidir. Bu sənətin şəhərdə tarixi bir neçə il əsr əvvəllərə gedib çıxır. Əvvəllər qızıl və gümüş saplardan geyimlər, kilsə əşyaları və müxtəlif bəzək əşyaları hazırlanırdı. Bu gün Torjokda bu ənənə yaşadılır və şəhərin əsas simvollarından biri hesab olunur. Qədim dövrlərdə şəhər Novoy Torg, yəni yeni ticarət yeri adlanırdı. Zaman keçdikcə bu ad dəyişərək Torjok formasını alıb. Bu gün həmin qədim şəhərin küçələri ilə gəzərək onun tarixini hər addımda hiss etmək mümkündür. Torjokda 18-ci və 19-cu əsrlərə aid çoxlu tarixi binalar qorunub. Növbəti dayanacağımız Novotorjokski Kremlidir. Bura Torjokun qədim tarixini və şəhərin keçmiş müdafiə quruluşunu əks etdirən maraqlı tarixi məkandır. Novotorjokski Kremlin tarixi çox qədimdir. İlk istehkamlar burada 12-ci əsrdən də əvvəl mövcud olub. Sonralar isə taxta divarlar və müdafiə qalası yaranıb. 1238-ci ildə Batı xanın qoşunları Torjoku mühasirəyə alaraq şəhəri ələ keçirir və qala dağıdılıb.
Daha sonralar istehkamlar yenidən qurulub və əsrlər boyu şəhərin müdafiəsində istifadə olunub. 1742-ci ildə baş verən böyük yanğından sonra Kreml artıq əvvəlki formasında bərpa edilməyib. Bu gün isə onun yerində qədim qala izləri, torpaq sənədləri və arxeoloji qalıqlar qorunur. Bu gün Novotorski Kreml muzey kimi fəaliyyət göstərir. Burada qədim dövrlərə aid silahlar, zirehlər və müxtəlif tarixi eksponatlar nümayiş olunur. Buranı gəzmək həm maraqlıdır, həm də insanı keçmişə aparır. Açıq havada qədim döyüşlərdə istifadə olunan taxta qurğular nümayiş olunur. Xüsusilə uzağa daş atan katapultlar və ox atmaq üçün istifadə edilən qurğular maraq doğurur. Bu qurğu döyüş qoçu adlanır. Qədimdə qala qapıları dağıtmaq üçün istifadə olunan böyük qurğu idi. Əsgərlər onu hərəkət etdirərək qapıya güclü zərbələr endirirdilər. İndi qədim Novotorsk Kremlinin torpaq valının üzərində gəzirik. Bu təpəciklər vaxtilə şəhəri qoruyan müdafiə qurğularının bir hissəsi olub. Burada taxta divarlar və qüllələr yerləşirdi. Bu gün isə həmin qədim yüksəkliklərdən 21-ci əsrin Torjok şəhərinə gözəl mənzərə açılır. Həm tarix, həm də müasir şəhər bir yerdə görünür. Tvertsa çayında maraqlı bir mənzərə ilə qarşılaşdıq. Aşağıda insanlar baydarkalarla çay boyunca səyahət edirlər. Şəhərə tamam başqa tərəfdən baxmaq üçün maraqlı bir seçimdir. Torjokun ən məşhur simvollarından biri də Pajarski kotletidir. Bu kotletin tarixi şəhərin məşhur Pajarski mehmanxanası ilə bağlıdır. Torjokdan keçən səyyahlar bu kotleti dadmaq üçün şəhərdə dayanırdılar. Bu gün isə Pajarski kotleti Torjokun ən məşhur kulinariya simvollarından biridir. Şəhərdə qədim küçələr, çay sahilləri, tarixi binalar, kilsələr və monastırlar var. Burada xüsusi bir məqam da şəhərin sakit və köhnə ab-havasıdır. Torjoku gəzmək biraz keçmişə səyahət etmək kimidir. Ona görə də vaxtınız olsa şəhəri tələsmədən piyada gəzmək daha maraqlıdır. Sevgi və Sədaqət parkı. Bura şəhərin sakit və gözəl güşələrindən biridir. İnsanlar gəlib burada gəzirlər, oturub söhbət edirlər, şəkil çəkdirirlər. Park yüksək sahildə yerləşdiyi üçün çaya və Torjoka gözəl mənzərə açılır. Torjok kiçik şəhər olsa da öz tarixi, sənəti, mətbəxi və çay kənarındakı ab-havası ilə yadda qalan şəhərlərdən biridir. Bugünkü tarix 13 avqust 2026-cı il. Səyahətimizin sonuna yaxınlaşırıq. Geri dönmək vaxtıdır. Yeni bir vlogda görüşənə qədər salamat qalın. Hörmətlə Vuga Travel.